Hey gənclər, hər vaxtınız xeyir. İş başındakılar, kompüter başındakılar, hətta bulaq başındakılar. Həkimlər, polislər, tələbələr, xüsusən də idmançılar ekran qarşısına Marat efirdədir. Xəyalə, niyə xüsusən də idmançılar? Çünki bugün mənim ən sevdiyim mövzudan idmandan bəhs edirik. Mövzumuzu isə yenə də mən təqdim eləyəcəm. Mövzumuz isə belədir, MAK idmanda. Dostlar, mən həmişə idman üslubuna geyinirəm, amma Tutu ilə Fariz isə mövzunun havasına girmək üçün belə geyiniblər. Yox, niyə ki, mən də hərdən idman üslubuna geyinirəm, amma Tutu haqqında bir şey deyə bilmərəm. Gəlin bu mövzu haqqında danışmayaq, çünki bizim qonaqlarımız var. Onları dəvət edək. Qonaqlarımız isə bölgələrdə idman və gənclər siyasətdə yürüdən insanlardır. İlk qonağımız bu ilin Gənclər paytaxtı seçilmiş Gəncə şəhərindən gəlir. Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov. Buyurun. Qarşılayaq. Növbəti qonağımız Azərbaycan qədim və gözəl şəhərlərindən biri olan Şəkidəndir. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov. Buyurun, xoş gəlmisiniz. Buyurun. Hər ikiniz xoş gəlmisiniz studiyamıza. Və ikincə də eyni sualı müraciət etmək istəyərdim. Bölgə magları idmanın inkişafında nə kimi rol oynayırlar? Buyurun, Vüqar müəllim, sizdən başlayaq. Çox sağ olun əvvələ dəvət etdiyiniz üçün. Bölgə gəncləri ümumiyyətlə ölkə gəncləri kimi bölgənin idman inkişafında böyük rol oynayırlar. Şəki gəncləri idman sahəsində uğurlar qazanırlar. Şəkidə əsas aktiv idman növlərindən basketbol göstərə bilərəm, voleybol növünü göstərə bilərəm, stol tenis növünü göstərə bilərəm və döyüş növləri. Yəni, bu növlər həm beynəlxalq səviyyəli yarışlarda şəkili idmançılar uğurlar qazanırlar, həm də respublika və region səviyyəli yarışlarda artıq böyük uğurlarımız var. Bir neçə idmançımız artıq dünya çempionatlarında mükafatçılı olublar. Bu son vaxtların mən sizə statistikasını deyirəm. Respublika çempionatının final oyunlarında voleybolçularımız qalib olublar. Yeniyetmələrin respublika finalına vəsiqə qazanıblar. Yəni artıq Şəki gəncləri və Şəki idmançıları da qeyd etdiyim kimi həm ölkə idmanından beynəlxalq idmana öz töhfələrini verirlər. Bu çox sevindirici haldır gənclərimiz üçün və elə Şəkidən söhbət düşmüşkən Maqımı İstara bu yaxınlarda Şəkidə olub və bizə Şəkidən düz 5 sujet gətirib. Bu 5 sujetin ikisi isə elə məhz idmana aiddir. İndi isə futbolçu qızlarımızla bağlı sujeti artıq görmüsünüz. Həmin sujeti maqlarımızın xahişi ilə yenidən göstərəcəyik bugün, amma hələlik isə karatəçilərimizin uğurları ilə bağlı olan sujeti izləyək. Hal-hazırda bir Şəki Olimpiya kompleksindəyik. Mənim boks ringində olmağıma baxmayaraq sizə tam fərqli bir idman növündən danışacağım. Söhbət yeniyetmə karatəçilərimizdən gedəcək. 9 yaşlı Kənan Şahmarov karatə idman növü ilə artıq 3 ildir ki məşğuldur. Onun böyük həvəsi qısa müddət ərzində respublika turnirlərində 1-ci və 3-cü yerlər tutmasına gətirib çıxarıb. Karatə ilə məşğul oluram. Respublika yarışlarına getmişəm, yer tutmuşam, uşaqlarla döyüşəndə gücdə olurum. Kənanın məşqçisi və eyni zamanda Milli Karatə Federasiyasının Şəki nümayəndəsi Akşin İbrahimovun sözlərinə görə, bu klubda məşq keçən bir çox yeniyetmələr də respublika turnirlərində yüksək nailiyyətlər əldə edib. İdmançılarımız bir çox respublika turnirlərində, beynəlxalq turnirlərdə, müxtəlif şəhər yarışlarında iştirak etmişlər və fəxri kürsünün ən yüksək pillərinə qədər uzanmışlar. 6 yaşından bəri karatə ilə məşğul olan 12 yaşlı Rəşid Abdullayev isə Cəngavər İdman klubunda məşqlər keçir. O, 2009-cu ildə Tiflisdə və 2012-ci ildə isə İstanbulda keçirilən dünya çempionatlarında da iştirak edib. Rəşidin ən böyük nailiyyətlərindən biri də İstanbulda keçirilmiş dünya çempionatında ikinci yer tutmasıdır. Çiğ fəxrimizi ən çox fərəhləndirən isə erməni idmançılarına qalib gəlməsi olub. Mənim karatəyə çox böyük marağım var. Mən bu idman növündə dünya çempionu olmaq istəyirəm. Biz də öz növbəmizdə idmançılarımıza uğur və nailiyyətlərinin davamını arzulayırıq. Gənc olmaqlarına baxmayaraq göründüyü kimi uğurları çox böyükdür. Hətta böyük hədəfləri var, onu da deyərdim ki, hətta dünya çempionatı olmağı bir mən olacağam, inşallah da olar. İnşallah olar, uğurlar arzulayırıq gənclərimizə. Və Mikayıl müəllim, sizə belə bir sual vermək istəyirəm. Bu illəri Gənclər paytaxtı elan olunmusunuz. Bəs gənclərdən nə kimi rolu var idmanımızda? Bu barədə istərdik sizdən fikirlərinizi. Ümumiyyətlə,
Beləliklə, Gəncə şəhərində bugün müxtəlif idman məktəblərində, idman cəmiyyətlərində 16 mindən çox gənc idmanla məşğul olur və onların da kifayət qədər belə qeyd ediləcək uğurları var. Elə sadəcə mən bir faktı qeyd etmək istəyirəm. Bu yaxın günlərdə başlayacaq London Olimpiyadasında Gəncə idmançısı Toğrul lisenziya qazanan idmançımız hələ 19 yaşı var cəmi. Yəni bunun özü elə gənclərin idmanda bugün uğurlarının ən böyük göstəricisi qeyd etmək olar. Yəni bununla paralel müxtəlif növlərdə demək olan idmançılar demək olar. Mən qeyd etmək istərdim, bu yaxınlarda demək Gəncə şəhərindən 11 yaşlılardan ibarətdən futbol komandası ölkə birinciliyində iştirak edilərək qalib oldu. Ölkə çempionu oldu. Bu da demək 11 yaşlıları gənc saymasa da belə deyək ki, bu da yeniyetmə idmançılarımızın uğurudur. Və ümumilikdə belə deyək, Gəncə şəhərində daim idman ənənəsi olub, idman məktəbi olub müxtəlif növlərdə və düşünürük ki, bugün də bizim Gəncə gənclərinin idmanda fəal iştirak etməklə bu ənənənin daim yaşamasına nail olaraq. Ancaq eyni zamanda düşünürük ki, gənclərimiz də idmanda uğurlar qazanmaq üçün veteran idmançılarımızın, təcrübəli məşqçilərimizin təcrübəsindən öyrənməlidirlər. Bizim Maq Elgün də Gəncədə olub. Orada ağır atletika ilə məşğul olan idmançımızla görüşüb. Gəlin baxaq. Azərbaycan xalqının tarixi qədim olduğu kimi bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlayır. Azərbaycanda idmana xüsusi diqqət və qayğı var. Bu da gənclərdə idmana olan marağın artmasına gətirib çıxarır. Bugün biz də idmandan danışacağıq. Özü də ən çətin idman növlərindən biri olan powerliftingdən. Sujetimizin qəhrəmanı bu ilin Gənclər paytaxtı seçilmiş Gəncə şəhərində yaşayan Rüfət Ağayevdir. Ağayev Rüfət, Azərbaycan. O 4 qat Avropa, 6 qat dünya çempionu, bir neçə dəfə isə dünya rekordunun sahibidir. İlk yarışı 1997-ci ildə Avstriyanın Graz şəhərində idi bu. Orada mən gənclər arasında iştirak edirdim və orada mən mükafat yer tutdum. Yəni deyim də çempion olmalısam da gümüş medala layiq görüldüm. Ümumiyyətlə Rüfət müəllim, ilk dəfə idi ki, Azərbaycanın ardınızı təmsil edirdiniz. Yəni bir gənc olaraq bu çox çətin idi. Gənc olaraq və eyni zamanda ilk olaraq, ilk dəfə olaraq Azərbaycan idman komandası komanda şəklində gedib iştirak edirdi. Rüfət Ağayev bir çox kommersiya yarışlarında da iştirak edib. Amma onun üçün ən böyük məqsəd Azərbaycan idmanını tanıtmaq, bayrağımızı nüfuzlu idman arenalarında dalğalandırmaqdır. Yəni insan istəsə, istənilən fiziki formanı əldə edə bilər. O sadəcə olaraq insanın öz-özündən asılıdır. Gərgin məşq, psixoloji hazırlıq, özünə inam bütün uğurların açarıdır. Heç də təsadüfi deyil ki, Rüfət Ağayev öz adını dünya reytinginə görə ən güclü idmançıların sırasına yazdıra bilib. İllər əvvəl heç təsəvvürünə də gətirə bilməyəcəyi idmançılarla bir arenanı bölüşərək dünyanın ən nüfuzlu yarışlarında çempionluq adını qazanıb. Оценка good lift. Aplodismenты. Mən ilk idmançı idim ki, respublikamızda dövlət başçısı tərəfindən şəxsən mükafatlandırılmışam. Və mən inandırım sizi, mən dövlət başçısı tərəfindən mükafatlandırıldıqdan sonra respublikamızda bu idman növünə o qədər maraq artdı ki, yəni gördüyünüz bu idman zalına, uşaqların, gənclərin, cavanların hamısının gəlməsində də hiss edirdim ki, yəni idmana həvəs daha artır. Azərbaycanın qədim idman adət-ənənələri bugün də layiqlərlərdədir. Zirvələri fəth edib, yeni qalibiyyətlərlə hələ bayrağımızı çox ucaldacağıq. İdmançımız Rüfət 6 dəfə rekord qırıb mən bilən, yəni biz bilən daha doğrusu. Yəni bu belədir doğrudan da, yəni öz rekordunu qırıb həqiqətən. Sujetdən də göründüyü kimi doğrudan da Rüfət bir neçə dəfə öz rekordunu özü yeniləyibdir.
həm dünya yarışlarında, həm Avropa yarışlarında. Çox maraqlı. Və üst-üstə 6 dəfə. Çox böyük bir nailiyyət, böyük çox uğurdur məncə. Hər bir idmançının arzusu. Vüqar, mən bilirik ki, siz həm idmançısınız, həm də uğurlarınız çoxdur. Uğurlarınızın, qazandığınız uğurlar haqqında bizə danışardınız və uğurlarınızın sirlərini bizim gənclərlə bölüşərdiniz. Uğurlarım haqqında, yəni mən karate növü ilə məşğul olmuşam və Dünya Kubokunun birinci mükafatçısıyam. 2003-cü ilin Avropa çempionuyam. Həmin növdən beynəlxalq dərəcəli hakiməm. Yəni normal uğurlar saymaq olar. Yəni bundan da böyük uğurlarımız var. Ölkəmizdə bir çox idmançılarımız bir çox bu sahələrdə böyük uğurlara imza atıblar. Mən əsas bunun sirri böyük zəhmət tələb edir. Yəni idman növü ilə hansı idman növü istəyir olsun, yəni böyük zəhmət, enerji, güc tələb eləyir və əlbəttə ki, özünə inam. Bunlar hamısı birləşəndə bir vəhdət təşkil edəndə əlbəttə ki, idmançı uğur gözləyir. Sadəcə olaraq burada əlbəttə ki, düzgün məşqçinin nəzarət altında məşğul olmağın da bu da bir sirlərdən biridir ki, bu mütləq vacibdir. Və əlbəttə ki, zəhmətkeş olmaq, yorulmadan məşq etmək və sonda sən uğur gözləyir. Hansı sahədə olmağına asılı olmayaraq, bunlar hamısı bir yerdə vəhdət təşkil edəndə həmin idmançını həmin sahədə uğurlar gözləyir. Çox sağ olun dəyərli məsləhətlərə görə. Maqımız Abbas da Sumqayıtda olub və judoçularımız haqqında süjet hazırlayıb. Judo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Chigago Kano qoyub. O vaxt Yaponların milli idman növü sayılan əlbəyaxa silahsız döyüş təkcə Yaponlarda deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdı. 1964-cü ildə Tokyoda keçirilən yay olimpiya oyunlarında judo ilk dəfə olimpiya oyunları proqramına daxil edilib. Bu idman növü ilə məşğul olmaq üçün gücə o qədər ehtiyac yoxdur. Adının mənası da bunu göstərir. Ju yumuşaq, do yol deməkdir. Rejimi olmalıdır hər bir idmançının. Yəni olmalıdır. Yəni məşqə gələndə, yəni 1 saat yarım öncədən qidalanmalıdır ki, amma məşqə gəlinə qədər o yəni həzm olunsun. Və o nöqteyi nəzərdən də yəni idmançının yəni hər nə gəldi yeməməlidir. Gənclərin fiziki və mənəvi tərbiyəsi judo idman növündə əsas prinsiplərdən biridir. Ən zəif insanlar belə judo növlərindən istifadə edərək özlərindən çox güclü insanlara belə qalib gəlirlər. Bu da əyani sübut. Azərbaycanda judo daha çox gənclərin üst tutduğu idman sahələrindən biridir. Bu idman növlərində gənclərin fiziki tərbiyəsi ilə yanaşı, mənəvi tərbiyəsi də əsas yer tutur. Biz də gənc judoçuların izi ilə Sumqayıta getdik və gənc judoçularla görüşdük. Onlar arasında hətta gənc xanımlara da rast gəldik. Polşa beynəlxalq turnir, kubokdur, Avropa kubokudur, ora hazırlaşırıq. Təlim məşq toplantılarındayıq. Avropada olmuşam, Avropa kubokunda olmuşam. Xarici turnirlərdə olmuşam. Unutmayın ki, judo yarışları saysız hesabsız zərbələrlə nəticələnir. Ona görə də idmançı gərək normal qidalansın və yetərincə istirahət etsin. Sumqayıt Milli Yığma komandasının tərkibində 4 dənə idmançı Avropa birinciliyinə yola düşüb. Bir qız, 3 oğlan. Hal-hazırda biz təlim məşq toplanışındayıq. Sumqayıt Yığma komandası qarşıdan gələn Resko birinciliyinə hazırlaşır. Və biz çalışacağıq ki, bu ayın axırında da 23 yaşa qədər gənclər arasında Resko birinciliyində Sumqayıt Yığma komandası daha da çox medallar əldə etsin. Çəkisindən asılı olmayaraq həvəsi və bacarığı olan hər kəs judoda özünü sınaya bilər. Maraqlı olduğu qədər də mürəkkəb olan judo ilə məşğul olmağa dəyər, amma yaxanızı ələ verməmək şərti ilə. Qızlarımızı gördünüz, futbolda olduğu kimi judoda çox aktivdirlər. Əlbəttə, təbii ki. Mənim maraqlıdır, Abbas o zərbələrdən sonra özünün hal-hazırda necə hiss edir. Çox maraqlıdır, hətta bizi Azərbaycanın kənarında da bəlkə onlar bizi təmsil edəcəklər. Bəli, qızlarımız hər zaman bizə uğur gətirir ölkəmizə. Uğurlar arzulayırıq. Mikail müəllim, bu il Gənclər paytaxtı olaraq sizin boyunuza daha çox məsuliyyət düşür. Bəs nə planlarınız var bu barədə? Ümumiyyətlə, qeyd etdiyiniz kimi, yəni Gənclər paytaxtı seçilmişdir Gəncə şəhəri və bu Azərbaycanın ilk Gənclər paytaxtıdır və bu da məsuliyyəti daha çox artırır. Və demək, burada bizim planlaşdırdığımız tədbirlərdən, həyata keçirilmiş tədbirlərdən və müxtəlif beynəlxalq gənclər tədbirləri və ya ölkə çapında olan gənclər tədbirləri ilə yanaşı, həmçinin idman tədbirləri və ya idman sahəsində olan işlər də var.
Yəni mən xüsusilə qeyd etmək istərdim ki, bu sahədə əsasən Gəncə şəhərində idman infrastrukturunun yaxşılaşdırılması sahəsində gedən işləri, belə ki, Gəncə şəhərində bu dəqiqə bütün əksər yaşayış massivlərində məhz idman meydançaları, mini futbol meydançalarının tikintisi aparılır və bu da düşünür ki, həm uşaq idmanının, həm də ümumilikdə insanların, yəni vətəndaşların idmana cəlb olması, idmanın kütləviliyinin artırılmasına öz xidmətini göstərəcəkdir. Eyni zamanda şəhərimizdə artıq yeni Olimpiya İdman kompleksinin tikintisi başlanmalıdır və bu da Gəncə şəhərində bizə imkan verəcək ki, artıq ölkə səviyyəsində və nəinki ölkə səviyyəsində olan beynəlxalq turnirləri də Gəncə şəhərində keçirilməsi üçün şəraitimiz, imkanımız olsun. Gəncədə də oradan idman sürətlə inkişaf edir və Maq Elgünün daha bir sujeti də Gəncədə güləşin inkişafı ilə bağlıdır. Gəlin izləyək. Ölkəmizdə populyar olan sərbəst güləş zəngin tarixə, özünə məxsus ənənələrə malikdir. Əksər elementləri, fəndlər və mübarizə metodları böyük inkişaf yolu keçən bu idman növü Amerika Birləşmiş Ştatlarında yaranıb. Xalqımızın yaddaşında qalan milli güləş tarixən daha qədimdir. Bu idman növünün gənclərin sevimli məşğələsinə çevrilməsi daha çox milli irsimizlə bağlıdır. Sevindirici haldır ki, bugün regionlarımızda sərbəst güləşə böyük maraq var. Azərbaycanda bu idman növünün inkişafında Gəncə Güləş Məktəbinin rolu böyükdür. Gəncəli güləşçilər istər respublikamızda, istərsə də ölkəmizin hüdudlarından kənarda bu idman növünü təbliğ edib bayrağımızı ucaldırırlar. Bu günlərdə yığma komandada bizim 5 nəfər idmançımız Respublika yığma komandasında vətənimizin bayrağını qaldırmağa durmadan çalışırlar. Bu da sevindirici haldır ki, bu günlərdə London Olimpiyadasına vəsiqə almış Toğrul Əsgərov Gəncə Güləş Məktəbinin yetirməsidir. Digər pəhlivanlarımız da bu dəqiqə yeni yetmələrimiz də yığma komandadadır. Hərimizin 5 nəfər idmançısı yeni yetmələr yığma komandadadır. Demək, durmadan şəhərimizin Azərbaycan idman şərəfini doğruldurlar. Sərbəst güləşi başqa idman növlərindən bir çox xüsusiyyət fərqləndirir. Ən əsas xüsusiyyət insana təkbətək döyüşdə müdafiə olunmağı bacarmaqdır. Sərbəst güləş növü ümumiyyətcə mən sizə bir şey aladım ki, bunun mənası, ruslar buna barba deyirlər, barba gedir, amma bu da mübarizə deməkdir. Yəni, əsl kişi təkbətək idman növlərinin, obsi idman növləri inciməsin məndən, təkbətək idman növlərinin mən deyərdim ki, şahı sayılır sərbəst güləş. Çünki sərbəst güləşdə olan maraq, nətər deyim sizə, heç bir idman növündə, sərbəst güləşi Azərbaycanda gedən sərbəst güləş yarışında olan maraq, heç bir idman növü inciməsin ki, yəni boyda maraq olar. Çünki bizim hər bölgəmizdə, həm kəndimizdə sərbəst güləşlə məşğul olanlar var. Bütün idman növlərində olduğu kimi, sərbəst güləşdə də qalib olmaq üçün psixoloji hazırlıq vacibdir. Yadıma gəlir həmin birinci gəldiyim məşq. Necə keçmişdi? Elə gəldim, elə birinci ilə güləşdim. Bir dənə uşaqla, elə orada. Müəllimlər nə deyirdilər? Müəllimlər deyirdilər, yaxşısan, güləşəsən, qabağa gedəsən. Fikirləşirdinmi ki, sən bunu bacarmayacaqsan? Xeyr, elə bilirdim ki, elə udacam, bacaracam. Sevindirici haldır ki, gənclərimiz bugün istər psixoloji, istərsə də fiziki baxımdan yarışlara peşəkarcasına hazırlaşırlar. Hər birinin məqsədi Azərbaycan bayrağını zirvəyə ucaltmaqdır. Biz də inanırıq ki, udassan. Azərbaycanda da oradan da güləşin inkişafı çox yüksək səviyyədədir. Mənə gəlir ki, orada qeyd olunduğu kimi London Olimpiyadasına da artıq bizdən idmançılar seçilib gələn təmsil edir. Və uğurların davamını gözləyirik. İndi isə söz verdiyimiz kimi Şəkidə futbolçu qızlarımız haqqında olan sujeti bir daha veririk. İndi gəlin Sitarənin sujetinə baxaq. Çox maraqlıdır, izləyək. Azərbaycanda futbola maraq günü-gündən artır. Xüsusən də gənclərin bu idman növünə maraq göstərməsi futbolun inkişafına təkan verir.
Şəkidə isə qızların futbola olan sevgisini nəzərə alaraq AFFA-nın təşəbbüsü ilə qızlardan ibarət futbol komandası yaradılıb. 15 və 17 yaşlı qızlardan ibarət iki qrupda 33 qız oynayır. Uşaqlıqdan yəni futbolçu olmaq çox ən böyük arzularımdan biridir mənim. Yəni məktəb vaxtlarında da uşaqlarla çox futbol məşğul olmuşam. Bura yeni gəlmişəm, amma ki qarşıda çox böyük arzularım var. Məşhur bir futbolçu olmaq istəyirəm. Əvvəllər çox futbol oynayardım. Məktəbdə uşaqlarla zadlarla qərar aldılar ki, bacımla məni futbola götürsünlər. Məşqçi Məmməd Dadaşovun sözlərinə görə qızları futbola cəlb etmək o qədər də asan olmayıb. Qızların futbola gəlişinin qarşısında duransa valideyn qısqanclığı və el qınağı olub. Qız nədir, futbol nədir, nəsə belə problemlər oldu. Amma sonra yəni başa düşdülər ki, bilirdilər ki, mənim uşaqlıq arzumdur. Ona görə də yəni mənim üçün icazə verdilər futbola gəlməyimə. Bu gün isə artıq bu problem aradan qalxıb və valideynlər özləri qızlarını futbol məşqlərinə gətirirlər. Artıq 2 ildir ki, komanda 17 yaşlardan ibarət Respublika çempionatı çıxış edir. İkinci dövrədə artıq başa çatıb, 5-ci yerlə komanda 5-ci yerə kifayətlənmişik. Biz ki, 2012-ci ildə sentyabr ayında dünya çempionatı məhz Azərbaycan keçirilir, qızdan ibarət. Bizim 15 yaşlardan Şəkinin bir qızımız namizəddir ora. İnşallah elə bilirəm ki, yaxşı olar. İkinci sinif şagirdi Fidan kimsəsizlər yurdunda böyüyür. O futbol komandasına qatılmaq istəsə də ilk başda məşqçilər onu balaca olduğu üçün qəbul etməyiblər. Amma Fidan futbola olan sevgisi sayəsində bu qrupa qoşulmağa nail olub. İndi o da 15 və 17 yaşlı futbolçu qızlarla birgə məşqlər keçir. Futbol çox sevirəm. Məşhur futbolçu olmaq istəyirəm. Əminəm ki, bir çox idman növlərində olduğu kimi futbolda da qızlarımız bizi dünya arenasında layiqincə təmsil edəcəklər. Əhsən qızlar, əla istarı. Məşqçinin dediyinə görə qızları cəlb eləmək futbola çox çətin olub. Əyalətlərdə belə tez-tez problemlər olur. Mən deyərdim, qabaqlar belə problemlər var idi həqiqətən. Ümumiyyətlə idmana cəlb olunmaz. Hər halda oğlanlarla bir yerdə fərq görünürdü. Əsas da yəni bizdə bir çox başqa növlərdə qızlarımız uğurla təmsil edirlər və məşğul olurlar. Bayaq qeyd edib bir neçə növdən başqa, hətta döyüş növlərində bizim dünya kubokunun sahibi olmuş qızımız var kiçik yaşlarda. Amma futbol məşqləri başlananda, bu komanda formalaşanda hardasa biraz futbola bu mənada qızların cəlb olunmasına problem yaşandı. Yəni bayaq xanım da qeyd elədi orada, biraz evdə valideyn məsələsi, belə qınaq hardasa bu şeylər var idi, amma biz bunu biraz başqa formada təşkil elədik, məktəbləri gəzdik, bir çox məsələlərdə elanlar vurduq və xüsusi çarxlar vasitəsilə də cəlb elədik və gördüyünüz kimi artıq 40-a yaxın gənc yeniyetmə qızlarımız bu növdə məşğul olurlar və hal-hazırda 2 komanda formalaşıb, qeyd olundu, Respublika çempionatı 5-ci yeri tutublar, ilk çempionatı iştirak edirlər. Mən elə bilirəm ki, artıq gələcək yarışlarda Şəkili qız futbolçuların da uğurları olacaqdır və yenə də süjetdən gördüyünüz ki, bir qızımız artıq yığma komandaya cəlb olunub. Biz elə bildik ki, həmin xanımımız Respublika yığma komandasının tərkibində Azərbaycanımızı uğurla təmsil edəcəkdir. Mikail müəllim, bəs Gəncədə necə? Qızların idmanla məşğul olmasına heç bir problem yoxdur ki? Ola bilsin, bəlkə də eyni problem də Gəncədə də bəlkə rastlaşmaq olar ki, yenə dediyimiz kimi müəyyən ailələrdə, evlərdə bəzən buna qarşı ola bilərlər, mane ola bilər. Ancaq bu tendensiya getdikcə artır və biz daha çox qızlarımızı görürük idmanda. Yenə mən də qeyd edirəm, qız futbolundan danışmışkən, məsəl üçün, bildiyiniz kimi bu yaxınlarda qızlar arasında dünya çempionatında futbol Azərbaycanda keçiriləcək və orada da milli komandamızın qapıçısı Gəncə futbol məktəbinə yetirməsidir. Bundan başqa bu yaxınlarda bizim qızlardan ibarət basketbol komandamız Gənclər arasında Respublika çempionatının qalibi olmuşdu Gəncədən. Və müxtəlif növlərdə də Gəncədən də qızlar fəal idmanla məşğul olur. Ancaq biz arzu edərdik ki, daha çox olsun. Aktiv olsun. Qızların idmanla belə fəal olması təbii ki, sevindirici haldır. Qızlar qonaqlarımız uzaq yoldan gəliblər. Gəlin onlarla sağollaşaq ki, gedib istirahət edebilsinlər. Çox sağ olun. Gəldiniz və əyalət gənclərinin bizə verdiyi təfələrlə tanış elədiniz bizi. Çox sağ olun.
Maglar, bugün daha bir qonağımız var. O həm yaxşı ifaçı, həm də idmançıdır. Aha. Söhbət Fuad Musayevdən gedir. Buyur Fuad. Qarşılayaq. Buyurun. Xoş gəlmisiniz. Özünüzü necə hiss edirsiniz? Çox sağ olun. Çox gözəl. Yay fəsillərində əhval-ruhiyyə gözəldir. Lap yaxşı. Fuad, biz bilirik ki, siz həm də idmanla məşğul olmusunuz. Bəs o sahədə hansı nailiyyətləriniz olub? Bunları bölüşə bilərsiniz? Deməli, mən o vaxtları Gəncə şəhərinin Dinamo klubunda sambo üzrə idmanla başladım məşğul olmağa və sizə deyim ki, yaxşı da başlamışdım. Hardasılar 6-7 il ərzində mən çox möhkəm məşğul oldum və Azərbaycanda ikinci yerlərə layiq olmuşam, üçüncü yerlərə layiq olmuşam və sonra elə oldu ki, elə nəhayət mən musiqiçi ailəsində böyümüşəm. Mənə daha da yaxın incəsənət oldu. Məndə olan məlumata görə siz federasiyaların himlərini ifa eləmişsiniz. Bəli, mən artıq iki federasiyanın, Azərbaycan federasiyalarının, Taekwondo federasiyasından və boks federasiyasının himlərini ifa etmişəm. Yenə də görürsünüz, məni yenə də idmanla nəyisə bağlı. Magin efiri artıq sona çatır. Təkliflərinizi, iradlarınızı, maraqlı fikirlərinizi, qarşılaşdığınız ən qeyri-adi hadisələri hər hansı bir kameraya çəkərək bizim saytımıza göndərin. Və Facebook adresimizdən bizimlə əlaqə yaradıb fikirlərinizi bildirə bilərsiniz. İndi isə qonağımızdan bir mahnı alıb sağollaşaq. Fuad, hansı mahnı bizim üçün ifadə edəcək? Deməli, bu günləri mən istərdim, boksa aid yeni bir federasiya biz mahnı yazmışıq. Deməli, musiqisi Nazim Əhmədə məxsus, sözləri xanım İsmail qızıya. Hətta biz mahnını yazandan sonra onu qeyd eləmək istəyirəm. Bir neçə idmançılarımız buna qulaq asdı və çox xoşlarına gəldi və hətta deyirlər ki, Fuad, biz buna qulaq asanda biz artıq qələbə çalmaq istəyirik və qələbə əldə etmək istəyirik. O qədər bu mahnıda patriotizm var. Mən ona görə bütün gənclərimizi çağırıram. İdmanla məşğul olsunlar və Azərbaycanımızı layiqincə təmsil eləsinlər. Azərbaycan irəli. İrəli. Elə bu mahnını da bütün idmançılarımıza həsr edirik. Sabah elə eyni məkanda görüşənə qədər. Hələlik. Hələlik. Səsləsin əllərin ritmi itirməsin, gözlərin rəqibi gözləsin. Bu boksdur, hər an irəli səsləsin. Qələbə sənin əlindədir, meydanda boksdur, boksdur. Yenə özünü hər yarışda sına, meydanda boksdur. Çal, uğur qazan, ucal yenə, boks
Düşer benle